Bax, bu sualda indi gəlir dediyim kimi. Bunu məsələn iki formada yaza bilərik. Burada S bərabərdir məsələn. S bölünsün N də yaza bilərik. Sonra S-i çapa verərik. Tək S yazmıram. Məsələn, bura nə bilim, bir M dəyişəni. M-i çapa verərəm. Yəni, bu formada yaza bilərəm. Aydındır? Bəli. Daha sonra, İbrahim, bu sual aydın idi. Sən başa düşdün, sən 90-cı sual idi də səndə. Bildim. Növbəti hansı suallar var? 91. Gəl görək 91-də nə deyir. Dimi açaq yenidən. Girişə verilən 3 ədədin həndəsi və ədədi ortalarının cəmini hesablayan algoritm blok sistemini tərtib edin. Uşaqlar, çətin sual deyil. Gəlin belə bir şey deyim sizə. İpucu verim, özünüz tapın. Həndəsi orta necə hesablanır? Həndəsi orta kökaltı həmin ədəddən kvadrat. Məsələn, 2 dənə olsa, kök altında həmin ədədin 3 dənə olsa, Qüvvəti 3 olur. Ay, Kökaltının sağ ol. qüvvəti. İndi mənə baxın. 3 dənə ədəd daxil eləyirsiniz. Nə ilə? Daxil etməklə. Sonra həmin ədədlərin ədədi ortasını tapırsınız. Yəni S-i tapırsınız. Sonra bir də məsələn P-ni tapırsınız. Onları çapa verirsiniz. Bir dənə yoxlayın. Bizə nə deyir? Deyir ki, ədədi ortasından həndəsi ortaların cəmin. Sonra onların cəmini tapıb çapa verirsiniz. Bir dənə yoxlayın yazdığınızı. Bir düşünün, nə yazacaqsınız? Yazıb WhatsApp-a göndərsəz daha yaxşı olar. Əgər yaza bilsəz. Kök altında yazmaq üçün xüsusi nəsə var, yoxsa? Bax, belə yazmalıyıq da. Məsələn, A kvadrat yazıramsa mən necə yazıram? A 2 dənə ulduz, belə. İndi mən yazıram ki, A 2 dənə ulduz, 3. məsələn, 1 bölünsün 2. Müəllim, bunda da S-lə iynə eləməli, yoxsa şey eləmək olar? Burada 3 ədəd deyir ha. Elə 3 ədəddir də, bəli. ABC-ni tutaq ki, ABC-dən. Məsələn, ABC deyirsənsə, ABC-ni nədə daxil elədin? Daxil etmə blokunda. Sənə N ədəd desə, sən onda göz sayacaqsan. Bilmirsən axı neçə dənədir. Bax, İbrahim. Yazıram mənim, yazıram. Yaz. Müəllim, WhatsApp-dan ataq sizə yazdım. Müəllim, belə bir şey dəqiqə. Necə? Atıram mən dəqiqə. Məntiq olaraq düzdür. Yazdığım məntiqi olaraq düzdür. Amma yazılış forması səhvdir. Formasında səhvliyim var. Bəli. Amma əsas məntiq olaraq doğrudur. Yəni, hal-hazırki formada mənə bu məntiqi lazım idi. Doğru yazmışam. Mən o bölücü mötərizədə toplayıb /3 yaza bilərəm. Kök altını nə tərəfə yazım? Belə. A plus B
Plus yox, daha doğrusu A vur, B vur, C. Bu nədir? Qüvvət deyil bu. 2 dənə ulduz. Bəli. 2 dənə ulduz qüvvətdir. Qüvvət 3-cü dərəcədən, düzdür? 1 bölünsün 3. Hə, şey üstü 3də 1 onun kimi. Ay sağ ol. Hə. Elə bil belə gedir də. A vur, B vur, C, üstü 3də 1. O da onun kimi. O da köşə altında alınır. Bəli. İndi baxın. İbrahimin attığına da baxın. İbrahim, bu 2 dənə qol çəkmisən. Bu nədir belə? Ayrı-ayrı gətirdim. Nə? Axırda cəmini tapdım. Necə yəni? Olmaz ki. Yox, bu alqoritm sağa getsin indi bu alqoritm, sola getsin. İkisinə də getsin də. Bu birindən getməlidir. Hə, onda şeydir. Bax, yazıram bax. ...91 idi də. Deyir girişə verilən 3 ədəd. A, B, C ədəd. Sonra nə edirəm mən? Bu ədədlərin, məsələn, bunun ədədi ortasını tapıram. A plus B plus C toplayıram, bölürəm 3-ə. Buradan da yazıram P ilə bərabərdir. A vur, B vur, C üstü 1 bölünsün 3. Sonra nə edirəm? Bir dənə də yazıram. Məsələn, M bərabərdir S plus P. Sonra nə edirəm? M-i çapa verirəm. Aydındır. Hə, hamısını bir dəfəmlik vursaq olardı da. Necə yəni bir dəfəmlik vursaq? P-dəki kimi də, hə, bildim. Pədə hamısını Mən bildim. bir Mən bir yazmışam ona görə. Növbəti buradan sualım var. 94. 2 böyük və bərabər olmaması. ...94-cü sualı özünüz yazın tez. İçin atırlardı. Bayaq dediyim F kilit algoritmi yadınızdadır. Mənim yadımda. 2 dənə ədəd daxil edin. Biri A olsun, biri də B. Bayaq dediyim F kilit algoritmi. Babək. Bildim mi? Müəllim, o ilk başda A nida B bərabərdir B yazırıq ha. Yox da hara gedir ki o? Yox eləyəndə nəyi çapa verir yəni? A ilə B-ni çapa verir hələ. Hə, ikisindən birini çap edir. İkisi də eyni ədəd olur da. Birini çap eləsən bəs. Hə elə. Hə, yox yazmamışam müəllim. Müəllim belə olur. Attım Hüseyin'de.
Baxıram bir dəqiqə. Bəli, bəli. İbrahim, Hə, sən Əkobda da buna bənzərdir, yoxsa fərqlidir? Əkob'u deyəcəm. İbrahim, Hə, müəllim. sən burada bilirsən nəyi düz yazmamısan? Məsələn, B çıxılsın A yazmısan, amma o B çıxılsın A-nı nəyə mənimsətmək lazımdır? Hə, bir ədəd B çıxan nəyə məsələ? Hə, nəyə mənimsətmək lazımdır? B-yə olur da bax. Böyükdən kiçik çıxıb böyüyə mənimsədir. Ay sağ ol. Yəni məsələn, B çıxılsın B A-nı bərabərdir B çıxa, A bərabərdir A Ay sağ ol. Sən bu çıxır. B bərabərdir, A bərabərdir yazmamısan bu düz bucaqlıda. Hə, bildim mən. İndi Hə. bax, Babək deyir ki, müəllim, bəs bunun əkobunu hesablayanda necə hesablayacağıq? Əkobunu hesablayıram mən. Necə? Heç Məhəmməd. Bir düstur var. Hansı düsturdur? Əbob əkoba aid idi. Əbob vurulsun nə? Əkob. Əbob vurulsun əkob bərabərdir A vurulsun B-yə. Əbob AB vurulsun əkob AB nəyə bərabərdir? AB-yə. Düzdür. Bəli. Bu düstur belə idi də. Elə idi mənim, elə idi. Aha. İndi mən buradan əkobu tapsam nə edərəm? A vurulsun B-ni bölərəm nəyə? Əboba. Burada Yəni, da mən əkobu tapmaq üçün A-la B-nin hasilin bu algoritmlə, həmin yazdığınız algoritmlə əbobu tapıram. Sonra yox qolundan sonra A-la B-nin hasilini tapıram, bölürəm əboba, mənə əkobu verir. yox da paralelogramı B yazmaq yerinə AB bölünsün. Ay sağ ol. A vurulsun B bölünsün əbob. Am AB birinci ədədlər olmalıdır, yoxsa hansı? Necə yəni? Belə deyirsən. Bax, doğru, əla. Çünki Yəni, baxaq. AB Çünki böl B sonda olanda AB-lər bərabər olur. Onun üçün. Babək, gəl. aklımızı istifadə edirik. Bəli. Gəlin, həm belə deyim də. Düşünün ki, bu sualda neçənci sual idi o? 94. 94. Burada əbobu soruşmur bizdən. Bizdən soruşur əkobu. Neyinirik? Dediyimiz kimi. Yazıram. A bərabər deyil, məsələn, B-yə. A fərqlidir B-dən. Şərt bu. Sonra buradan məsələn yazıram hə. Buradan bir dənə də şərt. A böyükdür B-dən. Hə. Onda A bərabərdir A çıx B. Yox. B bərabərdir B çıxa. Düzdür. Bunu da yazıram. İndi mən bura gəlməmişdən qabaq burada yazıram ki, M bərabərdir A vurulsun B-yə. Hə, o birinci AB-ni Ay sağ ol. A tapma bax. vurulsun B-nin qiymətini birinci mən burada hardasa saxlayıram. Onda İndi- M bölünsün. Yox Bu qolunda, M yox bölünsün. qolunda. Yazıram ki, M bölünsün. M Evet. bölünsün. Bax burada da uşaqlar sonda belə yazıram. Yox qolunda gəlirəm, deyirəm ki, məsələn, C də bərabərdir A-ya. M böl C kimi. Ay sağ ol. İndi buradan da yazıram, məsələn, çapa verirəm nəyi? M böl C-ni. M bizim nəyimizdir? A-la B-nin hasili, bu daha. Burada. Mən C-ni, yəni A-nı C-yə mənimsətmək lazım idi ki, hələ M böl A yazmaq olmaz. Yazmaq olardı. Yazmaq olardı.
Sadəcə açılışında A vurulsun, B bölünsün, A formasında sizi çaşdırmasın deyə izah eləmək istəyirəm. Yəni eyni şeydir. Hə, qarışmasın deyə Bəli, bəli, fərqli. eyni şeydir. Yəni sadəcə bunu bir əlavə bir dəyişən kimi yazdım bura. Bildim. Aydındır. İbrahim başa düşdün İbrahim? Bildim müəllim. Növbəti sualım var buradan. 96. Əslində yazmışam, sadəcə ortada şərti tamamlayamadım, yazamadım. Daxil edilmiş M sayda ədədin cəmin hesablayan alqoritm blok sxemin qurun. Nə qalır? Bayaqki kimi gedir də bu proses. Bildiniz necə? Bayaq N sayda ədədin nəyini tapırdıq? Ədəd ortasını. Bəli. Burada da nə edirik? Elə eynisidir, sadəcə axırda bölməni yazmıram. Bəli də M sayda ədədin ədəd ortasını tapırıq. Ədəd ortası nədir? Cəmin tapırıq. Yaza Cəmin. bilərsiniz bunu? Yazın. Bəli, yazın. Babək sən də yaz. İbrahim səhvdir burada. Niyə elə? A plus, Yerinə bir A dənə bərabər A ədəd plus qoy 1 yuxarıda olmalıdır. Müəllim atdım sizə mən. Ya Baxıram. prosta tam olmadı deyəsən. S-i 0 verməyi, S-i 0 yazmamışam. Səndə də səhvlik var. Bu Gəlin baxalım. n dənəsə Baxın. Daxil edilmiş ədədin. Mən bir ədəd daxil, M sayda ədəd. Daxil edilmiş M sayda ədəd. Mən bu M-i birinci daxil eləyirəm. Bu M-in ədədlərin nə ilə hesablayacağım? S-lə. S-ə 0 verirəm. Bəs nə ilənsə müqayisə eləməliyəm bu M-i, saymalıyam. Bir dənə n. i verirəm.
Hə, iyi oldu. i-yə 1 verirəm. İndi mən burada i-ni müqayisə eləyirəm m-lə. Deyirəm ki, i kiçikdirsə m-dən, i kiçikdirsə m-dən. Onda nə olsun? Mən bir dənə ədəd daxil eləyim. Hansı ədəd? P ədədi. Sonra bu P ədədini toplayıram. P ədədini toplayandan sonra nə edirəm burada? i bərabərdir i plus 1. Bəli. i bərabərdir i plus 1 sayğacı sanki artırıram. Bu hə qoludur. Bu da yox qolu. Sonda S-i çap edirəm. Bəli, məndə nə səhv idi ki onda? Qoy baxım sənətdə var. Sən burada daxil etdiyin ədədi İbrahim, Aha. yuxarıda nə daxil eləmisən? Aşağıda x-i daxil eləmisən. Hı-hı. X-i yoxlayırsan nə ilə? i ilə. Müəllim, mənim haqqımda şeydi, o proqramın içinə bir dənə n yerinə m yazmalı idim. Bir də o şərtlə girişin arasına n-dən s-ə qiymət verməli idim. Bəli, bəli. Bax paralelogramın yerinə n-in yerinə m yazmalıydın, düzdür. Ondan sonra da düzbucaqlıda n bərabərdir 1, s bərabərdir 0. Ay sağ ol. İlkin qiymətləri daxil eləməliydin. Bildim. İndi bu algoritmi m-in yerinə 3 qoyun. Hesablayın bir dənə baxın. 3 qoymayın, 4 qoyun. Hesablayın baxın görün nə alırsınız. Yerinə istədiyiniz ədədi qoyun. Yəni M-in 3 yerinə qoyun, neçə 4 qoyaq qoyun. müəllim? Kiçik ədədlər qoyun ki, tez bazar bunun işləmə prinsipinə baxasınız. Baxdınız işləmə prinsipinə. Bəli, bəli, mən baxdım. Aha. İmtahanda əsasən belə blok sxem qurmaqlar düşür. Ümumiyyətlə blok sxem qurmağı bilməsəz, Python-u çətinlik çəkəcəksiniz. Bir şey deyim ki, Babək, İbrahim ikimizə də aiddir. Yəni bu nümunələrin hər birini dəftərinizə yazın. Mən yazıram ha burada. Bunların hər birini yazın. Yanında da yazın ki, məsələn, daxil edilmiş m saylı ədədin cəmini hesablayan blok sxem. Yəni üstündən baxıb keçməyin. Yazdığım blok sxemin hər birinin üstündən baxıb keçməyin. Növbəti sual. 97. 97. 97-dən nə deyir? Baxaq. AB parçasında yerləşən tam ədədlərin cəmini tapan algoritmin blok sxemini qurun. Çətin bir şey deyil ki bu. Bax belə deyim də.
A-ya məsələn ver 3, B-yə də ver 7. Ana cevabı 97-yə. Deyir ki, AB parçasında yerləşən tam ədədlərin cəmini tapan alqoritm blok sxemini qurun. Deyir 3 ilə 7 arasında yerləşən ədədlərin blok sxemini qur. Yerləşən ədədlərin daha doğrusu cəmini hesablayan alqoritm qur. 3 ilə 7-nin arasında nə var? 4, 5, 6. 4, 5, 6 elə 7-dir. AB parçasında deyir. Hı hı. İndi sən bir S verirsən, S bərabərdir 0. İğni A ilə B-ni müqayisə edirsən, S bərabərdir sonra yazırsan, buna şərt bloku çəkirsən də. S bərabərdir yazırsan, S üstə gəlinsin A, sonra da A-nı da bir vahid artırırsan. elə. Bildiniz necə? Bəli. Bunu gəlin səliqəli çəkin buradan. Bax, deyirəm ki, məsələn, AB parçasında AB ədədləri daxil eləyək. Sonra nə edirəm? S-mə 0 verirəm. Bəli. Sonra şərt qoyuram. A kiçik bərabərdir B-dən. Yox, hə. Hə olanda da nə edirəm? S bərabərdir, S plus A yazıram. Sonra da A bərabərdir, A plus 1 yazıram. Bizə deyir axı, A ilə B-nin arasında olan ədədləri, tam ədədləri. Bir-bir artırıram da. Hə. Sonra gəlib S-i çap edirəm. S üstdən sizin A yazmışsınız ora. Bəli, bəli, S üstə yensin A. Sadəcə səliqəsiz yazdım. Aydındır. Bəli. Allah. Yəqin ki 98-də yazmamısan, elə İbrahim. Elə buradan sonrakılar yazmamış. Buradan sonrakilərin heç birini yazmamısan. Ya. Girişə verilən gəl 98-də izah eləyim. Hı hı. 98 maraqlı sual. Yəni çətin sual deyil. Bu tipi göstərdim. Bax deyir ki, bizə deyir ki, girişə verilən L sayda. Bax L sayda deyirsə, biz deməli birinci bir dənə L daxil eləməliyik. Sonra deyir L sayda tam ədədlərdən. Müsbət olanların cəmlə, mənfi olanların say. Mən birinci bir L daxil edirəm, sonra S daxil edirəm. Məsələn, S bərabərdir 0. Saymaq da deyirsə, məsələn, bir dənə I daxil edirəm. I bərabərdir 0. Bunu da verirəm düzbucaqlıda. Sonra, bax, mən bundan sonra şərt qoyacağam. Gəlin belə bir şey də deyim hətta. Mən saymaq üçün bir dənə də gəl, nə verək? Burada P verək. P bərabərdir 0 verək. P bərabərdir 0 verək. İndi mənə bax. Mən indi burada üzləşdirirəm bunları. Deyirəm ki, I kiçikdir, bərabərdir. Nədən? P'dən. Yox, L-dən. L-dən sadəcə bərabərdir görüm yazacağım. Dayan görüm. Düşünək yazdığıma baxım. Yerləşməyəcək elə bir. Nə? Yerləşməyəcək elə bir. Yer asla. Yerləşməyəcək. Qoy bunu daha səliqəli o digər tərəfdən yazın. Mənim dərsimiz 7-də qurtaracaq. Bəli. Hı hı. Nə idi ki? 7-də o bir məşğələm başlayır. O da O da online. Hə. Fizika deyil. Fizikadır. Aha. Deməli bu misala baxaq, ondan sonra yekunlaşdıraq. Girişə verilən L sayda tam ədəddən.
Gəl baxaq. L-i daxil elədim. Girişdə. L-dən sonra mən daxil edirəm bir dənə S. Tam ədədlərin müsbət olanların cəmləmək üçün. S-ə 0 verirəm. Mənfi olanları saymaq üçün. P-yə də 0 verirəm. İndi bir dənə də verim nə mən? I. I-ni gəl 0-dan yazaq. I-ni də elə saymaq üçün. Deyə bilərsiniz ki, müəllim, buradan I bərabərdir 0 elə bu hissədən də yaza bilərdimmi? Bəli, oradan da yaza bilərdim. İndi nəysə mən belə yazdım. Mən indi I-ni müqayisə eləyirəm. Nə ilə? L-lə. Deyirəm, I nə qədər ki, kiçikdir, bərabərdir L-dən. Yox, bərabərdir olanda olmasın. Gəl bunu onda 1 eləyəyin. 1 eləyəyin. Bunun 0 versiyasını sizə göstərəcəm. 0 versiyasında başqa bir forma alınacaq. Mən bunu 0 versiyasından versəm, L plus 1 qədər ədəd daxil eləyəcəyik. Aha. İndi 1 ilə gedək, deməli. I kiçik bərabərdir 1, bəli. I kiçikdir L-dən, bəli. İndi mən nə edirəm? Bura hə deyək də. Burada yox deyək. İndi mən buradan ədəd daxil edirəm. İxtiyarı L-dənə ədəd daxil edirəm. Hansı ədəd daxilim? A ədədi, məsələn. A daxil edirəm. Sonra bu A ədədi nə etməliyəm mən? L-lə Müqayisə eləməliyəm. Gəlin buradan yazıram. Arxasını buradan yazıram. A böyükdür 0 ya da Buradan kiçikdir yazıram. 0. İndi mən burada A-nı müqayisə eləməliyəm. A böyükdür 0. Hə. hə olanda Deyir ki, 0-dan böyükləri, yəni müsbət olanları Cəmlə. Yox, burada bizə hətta deyir ki, müsbət olanları cəmlə, mənfi olanları say. 0 nə müsbətdir, nə mənfi. Ona görə 0 olanda heç nə eləmə. Görürsünüz necə? Aha. A böyükdür 0-dan. Hə. Nə edirəm? Cəmləyirəm. Onda nəyi cəmləyirəm? S bərabərdir, S üstə gəlinsin A. Bəli. Düzdür? Yox olanda nə edirəm? Yox olanda bir Yenə dənə də şərt. şərt qoyuram. Yenə Bəs şərt M veririk. kiçikdir. M nə idi? A kiçikdir. 0-dan. Yox olsa cavab yoxdur ya da həll yoxdur yazacaq. Ay sağ ol. Yox olsa deyirik ki, heç nə eləmirik də, boş veririk. Aha. Hə olsa, A kiçikdir 0-dan, hə, onda nə edirəm? P bərabərdir, bərabərdir, P üstə bərabərdir. gəlinsin 1. Say P. da deyir, say. bu Bəli. İndi mən yoxa nə yazacağız? yoxu bu formada sadəcə aparacağıq. Bax. Yoxa o Bax, i alqoritmə- kiçik bərabərdir L yazdıq. Bax, indi göstərəcəm. Bu alqoritmi mən bu formada dartıram aşağı. Birləşdirir. buradan. Bax, bunu da gətirirəm, birləşdirirəm. Bunu da gətirib birləşdirirəm. Bax, hə ilə gəlsək bunu hesablayacaq, gələcək davam eləyəcək. Hara gedəcək? Dövriyə, tam əvvələ, buradan. Aha. Bildiniz necə? Yoxdur olsa nə edəcək? Bax, heç nə eləmir yox olsa. Gəlir, davam edir, gedir ikinci ədəd daxil edir. Hə. Başa düşdünüz necə? Yox anam o bildim o i kiçik birinci şərt blokundakı yox. Orada davamını nə edəcək? Nəyi? İkinci şey